Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Sizləri yenə də Bərdə maşın bazarından salamlayıram. Maşınların qiymətləri ilə maraqlanıb sizlərə tanış edirik. Qardaş, Allah bazar versin. Sağ ol qardaşım. Allah Mercedes Y-Class, dörtgöz deyirik. Bəli. Buyurun, məlumat verin bilək necə maşındır? 2.7 motordur, sidaydır, məlli maşınıdır, taksiyə sürülməmiş maşındır, idealda maşındır. Nə vaxtdan sizindir bu maşın? Demək ki, olar ki 10 ildir bizdədir. Yəqin ki, formutdur. Bəli. Maşınımız da 350 min göstərir. Bəli. Nə qədərində orijinal deyə bilmərik. Elə çox sürümüzdə qaraj maşını olub bu. Atam elə işdən evə tarih başqa yerə sürülüb eləmir. Mühərrik də deyirsiniz, dizel mühərrikdir, 2.7. bəli. Necədir mühərrikin vəziyyəti? Super. Nə zaman yığdırdınız? Nəyi yığdırdı? Mühərriki. Motoru? Bəli. Yox, yığdırmır, heç əl vurulmuş motora. Zavoddan necə gəlir bu formada? Nüməstə nədir odur? Yağ azaltması nə qədər? Normaldır. Yağı ha vaxt dəyişirsən də o vaxtda da çıxarırsan şubu yerindədir. Səsi necə? Xoddiyə baxa Traktor bilərsən. səsi verirmi, yoxsa yaxşıdır? O normaldır. Xoddiyə baxa bilərsən. Bizim dizellər yaxşı olmur, onun üçün deyirəm. Yox, belə normaldır. Nə qədər yanacaq yandırır, onu da deyin də bizə. Sürüşə baxır da, 5 yarım, 6, 7. Kondisioner işləyir? Bəli, Avtomat korobka? normaldır. Avtomat deyirəm də yəqin ki. Hə, bəli, normaldır. Gecikmə, vurma. Yox, heç nəyə yoxdur. Diferdə səs. Heç nəyə yoxdur. Diferentə də dəyişdirmişəm. Difer dəyişmisiniz. Bəli. Problem olur deməli diferdə. O var idi, az da səs eləyirdi, ona görə dedim, kimsə alırsa qoy normal. İzləyicilərdən kimsə yazmışdı ki, Mercedeslərdə difer soruşma. Deməli problem olur diferdə də. Bəli, olur. Polda vəziyyət necədir? Normaldır. Super. Çürük pas olmuyor Heç nəyə ki. yox, heç nəyə. Peredokun səs-küyü necə? Heç nəyə. O da yaxşı. Təkərlər Alan olsa da baxacaqlar, sürəcək. Onlar da altında bir çıxır səs gələr eləyər, düzəltdirib verə bilərik və puldan çıxa bilərik. təbii ki, biz ilkin məlumatları veririk. Almaq istəyən gələcək baxa Bəli, maşınınıza. Təkərlər yaxşıdır. Bəli, təzədir. Göz qabağı. Dəyişilən nəsə varmı? Qapı, krel, Heç kapot. nə, heç nə. Elə ki özümüz bunlarda xəsiyyətdir ha. Kapotda bozarma olur eləyir də özümüz noldan onu. Kraskalatmısınız? Bəli. Hazırda yoxdur kosmetik işi. Yox, heç nəyə yoxdur. Aynalar təmiz. Hər şey təmiz. Şit də elə biləm təmiz deyiləm. Qırıq çat yoxdur ki. Yox, heç nəyə yoxdur. Şar açılmır, eləmir. Dəri salon? Bəli, koyuş salon. Elə biləm bir yerində çat gördüm sürücü tərəfdə. Burada ola bilər, Oturacağında hə, bir dənə o da cüzidir, yəni cüzi, elə belə ehtiyac şeylər, yoxdur ki, bəli, nəsə bəli. eləməyə. Nə əlavədə məlumat almaq istəyən yəqin sizinlə əlaqə saxlaya bilər. Bəli, sizin kanaldan gəlsələr ucuz endirim olunacaq. Qiymətini deyin də bizə. 16 yarıma deyirik. 16.5-ə deyirsiniz. Bəli. Təxmin nə qədər? 1000 manat keçmək olar. Yox, çox keçir kimi. Çox gedirik, eləmi? Alverçiləri keçmişəm, elə. Yox, bəli, yox, çox gedirik. Həm 300-400 keçərik belə. Sənətdə də promo ödədiyimizədir. Gözəl. Hardadır maşınımız? Ağcabədə. Uğurlar arzu edirəm Sağ ol qardaş. qardaş. Siz də sağ olun. Sağ ol. Rauf əmi, Allah bazar versin. Sağ ol qardaş, çox sağ ol. Toyota Corolla 2006, Universal. bəli, 2006-cı ildir. Yəni tam kraskasız maşındır. 2021-də Almaniyadan gətirmişik. 4 ildə özümüzdədir. Kilometraj biz gətirəndə 192 min idi, 56 min sürmüşük. Heç bir problemi yoxdur, kondisioner işləkdir. Bir arxa buferinə kraska dəyib, qalan heç bir yerinə kraska dəyməyib. 13.800 manata deyilir, real alıcı ilə razılaşma olar. Maşınımızın mühərriki 1.4 dizeldir, Dizel mühərrikdir, 500 korusdur, kondisioner klimatdır, 4 dənə şüşə qaldırandır, multiroldur. Yəni belə. mühərrikin vəziyyəti necədir? Gözəl vəziyyətdədir, yağ işlətməyə, yağ əsitməyə belə şeyləri yoxdur. Yığılmayıb ki mühərrik. Xeyr, 8 mindən bir yağ dəyişirik. Yəni heç hələ açılmayıb mühərrik. Remen oldu da bunlarda səfərin. Xeyr, sept. Seplə olur. Septdir, bəli. Sərfiyyatı nə qədər idi? Sərfiyyatı 100-ə 4 litr yarım, 4 litr 800 qram belə. Kondisionerdə işləyirmi? Bəli, işlək vəziyyətdədir kondisioneri. Korobkada mexanikadır. Korobkada mexanikadır, heç bir tullaması, gecikməsi yoxdur. Ön çəkən maşındır. Bəli, önü çəkir. Peredokda vəziyyət necə? Səs-küy. Yaxşı, xeyr. Sırğalar vardı, onları da dəyişmişik. Yəni heç bir problemi yoxdur. Bugünkü gündə 1 manat xərc tələb eləmir. Təkərlər də normaldır. Normaldır. Almandan gəlmə təkərlər deyil, üstündədir. Hələlik çox. Altında yoxdur, çürüyü, pası. Xeyr, yoxdur. Altı tərtəmizdir. Adətən deyirlər oradan gələn maşınlar suda qalır. Yox, bu suda qalan da öyle. Bu Texas motorundan alınmış maşındır. Yəni. Aha.
Yüngülvarıda kosmetik işləri var Hə, deyəsən. yüngülvarı ola bilər məsələn bu filmdə zadında. Aynalar təmiz, Bəli. Bəli, şit təmiz. təmiz. Təmiz, hə. Parça salondur, eləmi? Bəli, bəli. Yoxdur ki, cırığı söküb. Xeyr, heç nə yoxdur. Qəşəng. Heç nə yoxdur. Maşınımıza hətta deyirsiniz, kreditlə də verə Bəli, bilirsiniz. bəli. O necədir, o sistemi deyə Onun bilərsiniz? gərək verilən qiymətin gərək yarısı ola ki, onu kreditinə salaq da. verək. Banka salasınız. Bəli, bəli, onu Bərdər Ha, rayonunda qəşəng. banka salmaq olur. Onda qiymət artır yoxsa necə? Xeyr, yəni onda biraz fərqli olur da. Yəni indi bir məsələn indi 13700-ə deyirəm. Məsələn sonu verirəm 13 yarıma. Amma o adam kreditə salanda onun üstünə çıxacaq hardasa 14 yarıma, 15. Salam Akifən. Hə, yəni 1000-1500 manat o fərq eləyir. Kreditə salınanda fərq eləyir. Maşınımızı görmək istəyən hara gəlsin? Yevlax şəhəri. Uğurlar arzu eləyirəm. İnşallah elə Çox bu sağ günlərimi olun. satarsınız. Çox sağ olun. Telefon nömrə, əlaqə nömrəm 050 336 47 96. Uğurlar bir daha. Sağ olun. Sağ olun. Qardaş, Allah bazar versin. Sağ ol, çox sağ ol. Toyota Prius. Buyurun, məlumat vereyim, bilək necə maşındır. Toyota Prius ili 2006, bez detal dəyişəni yoxdur, motoru yağ yemir, vuruq utar qətiyyən gedə bilməz söhbət, vuruqdan udardan qətiyyən gedə bilməz söhbət, 3 ildir məndədir. Məndə Öz olan adınıza vaxt- formutdum, yoxsa Bəli, etibarnamə ilə işlədirsiniz? Bəli, bəli, öz adıma formutdur. Hər bir şeyini yoxladıb almışam. Hal-hazırda bugünkü vəziyyətdə heç bir problemi yoxdur. Çox super maşındır. Alandan sonra nəsə xərc çəkdinizmi maşınınıza? Xeyr, yağını dəyişmişəm, sırğacıqlar dəyişmişəm, bax belə yüngül var. Batareyalarında vəziyyət necədir? Alında yoxlatmışam, hamısı qəşəngdir, yaxşıdır. Amperajda 52.6 göndərir, göstərir, heç bir problem yoxdur. Hələ ki mən baterikadan problem yaşamamışam. Deyirlər ABS-ində də problem olur bunların, onu deyən yalan deyir. Maşının özündə problem var, onu düzəltdirib aradan qaldırmırlar. Ona görə də maşının tormozunda problem olur. 3 ildir məndədir, onun ABS-ində qətiyyən problem olmuyor. Qəşəng. Taksiyə mi işlədirdiniz yoxsa? Özümüz üçün sürmüşəm. Özünüz üçün Xeyr, özüm işlədirdiniz. üçün Maşınınız da almışam. 227.000 millə sürülür. Ay son. 257 İstəyənlər vura bilər 1.6-ya kilometrajdan Bəli, bilmək bəli. üçün. İstəsəniz VIN kodunda deyə bilərəm, VIN kodundan da baxa bilərlər. Yəni istəyən adam sizinlə əlaqə saxlayar, sizə Aha. ona nə məlumat var deyə bilərsiniz. Bəli, bəli. VIN kodunu da çəkə bilərsiniz buradan, baxa bilər. Ha, Vin bu kodu. istəyən olarsa özləri sizdən soruşar deyərsiniz də. Aha, Hər adam problem girib yox. baxmasın VIN koduna. Bəli, bəli. Zədə olubdumu VIN kodla baxanda? Amerikadan gəlib xeyr. yəqin ki, eləmi? Amerika Bəli, maşınları. bəli. Almaniyadan gələndə maşın texniki nasazlıqla gəlib, VIN kodunu da istəsələr deyərik, vurarlar, baxarlar. Maşında qətiyyən dəyişən nədir? Belə dəyişən detalı yoxdur maşında. Sərfiyyat nə qədərdir? Onu da deyin. Sərfiyyat şəhər içi 5 trasta 5,5-6 və belə. Trasta artır işlədir. Aha. O birisi maşınlara nisbətən bunlar artır işlədir. Bəli. Kondisionerlə 6 belə 5,5 şəhər içində 5. Hətta bunların kondisioneri hibrid motorla işləyir. Bəli, bəli. Öz motorunu gücə salır. Aha. Hibridlə də işləyir, öz motorla da işləyir. Qəşəng. Maşınımızın pedokunda vəziyyət. Saat kimi. Bir dənə Səs çıxıltı, iki səs yoxdur. iki, heç nə, heç nə. Təkərlər necədir? Təkərlərdəki yaxşı deyilmi təkərlər? Təkərlər Aha. də yaxşı. Poluna baxmadınız. Altı biraz alçaqdır. Harasa dəyə, dağlar. Yox, heç bir şey yox. Alan adam istəsə yoxlada bilər. Təbii ki, biz ilkin məlumatlar veririk. Aha. Hə, maşınımızın içərisi aynalar təmizdir. Bəli, Aynalar bəli, yaxşıdır. Dördü də düymə ilə qalxır. Aha, İşləyirlər yəqin ki, eləmi? hamısı. Heç bir problem yoxdur maşında. Aha. Konkret olaraq maşının nöqsanı yoxdur. Qəşəng. Parça salondur. Bəli, parça salonu. Cırığı, söküyü, Heç nəsə bir şey, çöküntüsü yoxdur ki, heç nə. Maşında heç bir problem yoxdur. Qəşəng. Qiyməti də deyirsiniz? 13.800-ə deyirəm, alan olar 100, 200, 300 güzəşt eləyərik. 13,5 yəqin ki, Bəli. fikriniz eləmi? Son fikrim 13,5. Görmək istəyən hara gəlsin? Hansı rayondasınız? Bərdə rayonu bu Əhmədli kəndi, Bərdənin özündə də baxa bilər. Qəşəng. Uğurlar arzu edirəm qardaşım. Çox sağ olun, var olun, çox sağ olun. Siz Əlaqə də. nömrə istəyirsiniz? Görürlər nömrənizi. Qardaş, Allah bazar versin. Çox sağ ol, çox sağ ol. 06 maşınınızı gətirmisiniz satmaq üçün. Bəli, bəli. Buyurun, məlumat vereyim, bilək necə maşındır. İl 2004-dür. Motor injektor, rol hidravlik, çıbaşı full yığılıb. Zavodun maşınında, eləmi? Bəli, bəli, bez detaldır. Yəni heç bir detal dəyişilmir. Rəhlənir çöldən çölə. Nə vaxtdan sizindir bu maşın? 4 ildir bizdədir. Etibarnamə yoxsa formut? Etibarnamə ilə. Hər il alınır.
Bəli, bəli. Alqı-satqıda bəs necə? Problem olmaz ki? Yox, xeyr. Lap yaxşı. Alandan sonra xərc çəkilir maşına, yoxsa bu vəziyyətdə idi? Yola bu vəziyyətdə idi. Siz də baxmamısınız deyəsən. Yox, İçəridə baxmışım belə. Oturacaqlarını uca görürəm sökülüb də oturacaqlar. Hə, o heç, hə. Maşınımızın mühərriki 06-dır yəqin. Bəli, bəli. İnjektorlu. Dəyişdirilibdi bunun injektora yığılıb Bəli, bəli. deyəsən. Motorun özü də yığılıb görən yoxsa? Hə, hər şey yığılıb. Sənədlər qaydasındadır. Aha, lap yaxşı. Mühərrikdə vəziyyət necədir hazırda? Süperdir. Yağ azaltma, səs, Xeyr, heç nə. heç nəyi yoxdur. Bəli, bəli. Korobkası nədir? 5-dir. Atması yoxdur ki. Xeyr. Yəni sürmüşük də özümüzdə, yəni belə atmada problem yoxdur. Diferdə səs var. Diferdə laldır difer. Diferdə yaxşı deyirsiniz. Aha. Polun çürüyü necə? Xeyr. Polda 1 qram da çürüklük yoxdur. Öndə peredokda səsi, küyü, Heç nə. Təzə yığılıb. peredok yaxşı. Təkərlər də elə biləm yaxşı deyilmi? Hə, təkərlər də təzədir. Dəyişilənlər deyirsiniz? Dəyişilənlər yoxdur. Zavoddan gələnlər də. Bəli. Nə gözəl. Udar da yoxdur. Kraska yəqin ki vurulmuş olar. Hə, kraska vurulubdur bir dəfə. Kraskası hazırda yaxşıdır. Kosmetik şey elə biləm yoxdur. Yox. Maşınımızın rəngi də qəşəng rəngdir. Bəli. Albalı gedir də yəqin ki metallik. Ön aynasında bu sürücü tərəfdən yuxarı hissədə bir dənə çatı var. Yəni meşatçılıq eləyən bir yer deyil, bax bu hissədədir. Hə. O birləri yaxşıdır yəqin ki, eləmi? Hə, hər şey. Ön aynaları düymə ilə gördüm. Bəli. İşləyirlər. Hə, işləyir hazır. Qəşəng. Şitin üstünə də, qalxdı yenə. Şitin üstünə də çol çəkilib yoxsa? Bəli, çox Çollanıbdı. Bəli. İçərisi də maşınımızın qəşəng yığılmışmış. Bayaq dediyim kimi bir dənə sürücü tərəfdə oturacaqlarda sökülmələr var. Bəli. Maşınımız yaxşı maşındır. Nə deyim maşına? Yəni real alıcı o Pultu da var yəqin ki, də kimsə qapıları açıb bağlayır. Bəli. Bahalı aparatura sistemi necə? Monitor gördüm. Bəli. Bahalıdır aparatura. Bəli. Qiymət nədir maşınımızın? 8000. 8000. Bəli. Ay maşallah. Qəşəng qiymətə deyirsiniz ha. Yaxşı maşına yaxşı layıqlı qiymət demək olar. Hə, yox mən özüm də sözün açığı şoka düşdüm. Dedim indi bir 6000-ə falan deyərsiniz. Yox. Endiriminə qədər? Endirim real alıcıya endirim olar da yəqin. 500, 600, 7000-ə verək. Yox, 7000. Qardaş 7000. 7 yarıma deyir verəcəm. Hara gəlsinlər? Hardadır maşınınız? Bərdədir. Uğurlar arzu eləyirəm. Çox sağ ol. Siz də sağ olun. Köməyiniz olsun. Qardaş Allah bazarınızı versin. Sağ ol. Chevrolet Lacetti 2007 kondisioner buz kimi. Maşın saz vəziyyətdə 4 dənə təzə təkər 20 gündə vurulur. Kraskaya, kosmetikaya ehtiyacı yoxdur. Bütün sənədlər qaydasında öz adımızadır. Maşın nə vaxtdan sizin adınızdadır? Maşın Nə vaxtdan sizindir də yəni? 2021-dən. Xeyli Bizdədir, ondan da qabaq, yəni qohumumuzda olub, yəni əvvəldən bizdə olub. Alandan sonra heç xərc çəkdiniz maşınınıza? Alandan sonra qardaş motor təzə yığılıb. 4 təkər. 268.000 göstərir. 268.000 bəli. 1.6-da motordur. 106 litrdə bəli, benzin içir, şəhərin içində. Nə idi dərdi? Döydümü yoxsa yağ azaltdırdı mı? Motor yağı azaldırdı qardaş. Söktürüb sıfırdan yığdırmışam. Sıfırdan, noldan. Remendimi, septimi bunlar? Remend. Remenddən olan. Bəli, remend. Hazırda problem yoxdur ki mühərrikdə? Heç bir problemi yoxdur. Nə də olsa qardaş, mən tərəfdən ödəniləcək. Korobka nədir bunlarda? Korobka avtomatdır. Vurması, gecikməsi yoxdur elə bir şey. Heç bir şey. 4 podyomnikdir, güzgülər elektrondur. Ön çəkirdə bunlar. Bəli. Peredokun səsi, küyü. Heç bir damcı da tık da yox. Qranat dəyişildi. Dəyişmişəm hamımızın isti çöllü saat kimidir. Qəşəng. Təkərlərdəki təzə deyirsiniz. Təkərin 4-ü də təzədir, bəli. Maşın kraskalanıbda. Sadədir, kalpaklandı, disklər. Bəli. Altında vəziyyət necədir? Altında pasta yoxdur. Heç olmayıb deyirsiniz. Heç qətiyyən. Qəşəng. Heç nə, əl dəyməyib altına. Maşınımızın dəyişiləni var. Xeyr. Vuruğu bəs hardan olub? Vuruğu bir dənə bu qapıda belə düzlük olub. Sürücü tərəfdə, hə? Sürücü tərəfdən olub qardaş, o da düzəlib. Tam kraskalandı maşınımız. Bəli, bozarmışdı, gün bozartmışdı qardaş. Qara rəngli də yəqin ona görə tez bozardı. Qara rəngli gün bozartmışdı. Yəni kraskalatmışam, parlovkasını da elətdirmişəm. Qəşəng, kosmetik işi yoxdur maşınımızın. Kosmetik işi heç arasında. Aynaları təmizdir elə bilirəm. Bəli. Yoxdur ki, qırığı çatır. Heç nəyə yoxdur. Dördü də deyirsiz düymə iləndir, işləyirlər. Düymə güzgülər elektrondur qardaş. Qəşəng. Şit də təmizdir. Şit də təmizdir, heç nəyə yoxdur. Parça salonda oturacaqlarda ki, yox ki zədəsi. Heç bir zədəsi yoxdur. Arxa radarından belə var. Gözəl. Kondisioner də deyirsiz yaxşı işləyir. Kimi, peçədə od kimi. Pioner maqnitofonu, qapılarında 4 kolonkası. Maşında nə görsən, zavod nə qoysa işləyir. Yəni maşın
Həkim idarə edir, qadındır. İşə Allah gedir, can evə sağlığı gəlir, versin. bəli. İşə gedir, evə gəlir qardaş. Qiyməti neçə? Qiymətini 8 yarıma deyirəm, alan olsa düzəlişərik. 8500-ə deyirsiniz. 8000 sayan olsa vermək olur. Olar bəlkə də. Rahat Hardadır? adam olsa olar. Hardadır maşınımız? Hara Maşın gəlsin? Bərdə rayonunda. Uğurlar arzu eləyirəm. Çox sağ olun, çox sağ olun. Siz də sağ olun. Sağ olun. Ya bunlar ehtiyatsız abdi gəlib, döşəkçə filan. Xoş gördük sizi Bərdə maşın bazarında. Çox sağ olun. Nolon maşınınızı gətirmisiniz satmaq üçün. Bəli. Buyur qardaşım, məlumat ver bilək necə maşındır? Maşında yüngül kraska işləri var, kosmetika işləri. Bir qranatında az səsi var, heç yox. İli neçədir maşınınızın? İli 2005. Sizdə nə vaxtdandır? Başda 1 ilə yaxındır. Etibarnamədir yoxsa form olunub? Etibarnamədir. Tex Motor, Svorta, etibarnamə 1 illikdir işte. Vaxtı var hələ yoxsa 1 qutarı il, vaxtı? 200 gündür. Eləmiş. Alandan sonra xərc çəkmisiniz maşına? Bəli. Nələr düzəltdirmisiniz? Motorunda mən pompasını dəyişmişəm, remenini dəyişmişəm bir də. Yağını Biraz uca dəyişdirmişəm. səslə nə eşidə bilmirəm. Yağını dəyişdirmişəm, pompasını dəyişdirmişəm. Dinamasını dəyişdirmişəm. Statyoru dəyişibdir. Yəni çox işlər görülür. Motorun özünü yığdırmadın. Yox, motoru yaxşıdır. Motoruna söhbət yoxdur. 410 min göstərir. Vaxtında yağı dəyişir, motorunda da problem yoxdur. Qəşəng. Yağ azaltma səs deyirsiz yox. Aylarla sür 100 qram yağısı döyür. Daha deyir aylarla sürsən də deyir yağ azaltmır. Bəli. Korobkada vəziyyət necə? Korobka yaxşıdır. Vurma atmasız, səsi yoxdur ki. Problem yox. Ön çəkirdə yəqin ki. Bəli. Peredokun vəziyyəti necə? Peredok deyirəm də, yəni Bir dənə qranatda deyirsiz. Birində yoxsa dördü də? İçdən ikisi dəyişməlidir, sağ hərəsindən biri. İşdən içə Bəli. dəyişilməlidir. Yoxsa Qalan belə şeylər problem yox. normaldır. Bəli. Təkərlər zəifliyib, elə biləm, eləmi? Arxa təkərlər biraz zəif. Arxalar lap zəif. Dördü də dəyişsə daha qəşəng olar təkərlərin. Yaxşı olar. Altına baxmadım, çürüyüb, pası. Yox, çürükdən söhbət yoxdur. Dəyişilənləri neçə? Dəyişilən mənim bildiyimə görə heç bir detal dəyişməyib. Hamısı özününkidir. Kraskalanıb, amma dəyişməyib, bəli. Hazırda da kosmetik işi var Bəli, deyirsiniz. xırdapara bir qapısında da elə bilər. Ayna, ön aynasında çatı var. Digərləri salamatdır mı Bəli, aynaları? hamısı salamat. Önlər elə biləm düymə ilə qalxır, elə? Bəli. Pul sistemi iləndir. Şitin də üstündə çatları var iki yerində. Görürüm, 2-3 yerində zədəsi var. İşlər də var. Oturacaqlar necədir? Cırıq sökük yoxdur ki. Yox, cırıq sökük yoxdur. Belə də maşınımız normaldır. Əsas Bəli, qiyməti də indi qiymətin deyəndə biləcəyik. Bahadır yoxsa ucuzdur? Qiymətini də bir yəni razılaşmaq olar. Neçə deyirsiniz? 6000. 6000-ə deyirsiniz. Bəli. 5400 sayan olsa Biraz da üstünə qoysa 5-5 olsun. Biz təklif edirik. 5-6-ya bəli. Hara gəlsinlər? Ağdaş, Rəki. Uğurlar arzu eləyirəm. Bəli. Siz də sağ olun. Sağ olun. Qardaş Allah bazar versin. Çox sağ ol, var ol, Allah kömək 06 maşınınızı gətirmisiniz satmaq üçün. Bəli. Buyurun məlumat verin. Bilək necə maşındır? Maşının ili 2001-dir, motor 06-dır, korobka 5-dir. Yəni bugünkü gündə heç bir xərc tələb eləmir. Nə vaxtdan sizindir bu maşın? Təzədir. Hardasa bir ay yaxın olar. Satış üçün mü almışdınız yoxsa? Yox, öz maşınımdır. Dedim tez satdığınızda dedim yəqin alverinə başlayırsınız. Yox. Bəs nə əcəb? Sadəcə pul lazım idi ona görə. Deyirəm problemləri çox olub bəlkə qarşılaya bilmirsiniz. Yox, heç bir problemi yoxdur. Xərc qoydunuz? Cüzi xərc qoymuşam, sadəcə bazarda alver zəifçilikdir. Alıcı qüvvəsi azdır. Demək Motor olar. deyirsiniz 06-dır. Bəli. Yağ azaltması çoxdur. Heç bir şey yoxdur. Yağ azaltma zad. Səsi yaxşı. Bəli, korobkası zadı. Korobka 4-dür, 5-dir. 5'ti, korobkası 5'ti. Atması yoxdur ki. Heç bir problemi yoxdur. Diferdə də səs yox deyirsiniz. Xeyr, yoxdur. Polda vəziyyət necə? Çürük çoxdur. Yox, çürük zadı yoxdur. Danqarat yerlərdə Üstü salamatdırmı? hamısı salamatdır. Üstü nətərdir, altı da elədir. Peredokda səs-küy. Xeyr, yoxdur. Təkərlərdəki yaxşıdır, eləmi? Təzə təkərlər. Təkərlər yaxşı. Dəyişilənlərini deyin də bizə. Valla mənim elə düzü elə başım çıxmır, amma dəyişənləri var. Bilmirsiniz qapı, krel, kapot hansısa. Yox, dəyişənləri var, amma bilmirəm hansılardır. Hansılar olduğunu bilmirsiniz. Xeyr. Onda almağa gələn yanında bir dənə usta gətirsin. Yox, elə maşına baxan kimi bilinir. Kosmetik işi necə? Kosmetiklərin Müəyyən yerlərində cüzü var, var müəyyən yerlərdə. Gözəlləşdirmək üçün o da kraskalamaq olar. Bəli.
Aynalar təmizdir, yoxdur qırığı çatı. Heç nəyi yox. Şit Maşın necə? otursun. Şitdə amma çat var bir yerində görürəm. Sərəbsə Oturacaqlarda vəziyyət necə? oturacaqlar da superdir, çuxurlar Çuxurlar, təzədir. Cırıq sökü çöküntü yoxdur. Yox, heç nə yox. Aynalar yəqin kəllə qalxır, ha, yoxsa? Hə, əllə qalır. Pultu varmı? Pultu yox, yoxdur. Qiymət neçə? Qiymət 4-6-ya deyirəm. 4600-ə deyirsiniz. Bəli. 4200 verən olsa, Onu gələr baxar yanında danışarım. hara gəlsin? Bərdə bazarı. Yox, yəni Bərdədə yaşayansınız. Bəli, Bərdənin özündə yaşayır. Uğurlar arzu edirəm qardaş. Çox sağ ol varım. Allah Siz kömək də sağ olun qardaş. Qardaş Allah bazar versin. Allah kömək olsun. 06 maşını satırsınız. Bəli, bəli. Buyurun məlumat verin bilək necə maşındır? 06, motor 06, Karovka 4, Mosuda 1 qram səs yox. Maşın Aksu maşındır, öz maşınımdır. Amma maşınımız elə bilirəm sort maşınlardan da, ala bəzəkdir. Hə, özüm eləmişəm. Moddur belə, Hə. yoxsa Yox, özüm eləmişəm. Aşırdı beləmi səndəsə? Yox, yox. aşması yoxdur ki maşının? Xeyr, Aksu biraz dağlıq olan yerdir. xeyr. Deyirəm ki, Özüm eləmişəm, cavanlığa görə. yuxarıdan buraxmısan maşını Hə, gəlib düz atsı hə, ya. Motor deyirsin 16-dır. 06, bəli. Nə vaxtdan sizindir maşın? Heç onu soruşmadıq. Harca 1-2 il. Aformut olunub yoxsa Bəli, etibarnamədir? öz Öz adınız olan Bəli. maşın, gözəl. Alandan sonradakı xərt çəkmədiniz. Belə güncülər orası biraz səl gəzdirmişəm. Motor necədir? Motor qəşəng. Yağız atması yığdırmadın Xeyr, motoru. Xeyr, xeyr. Yağız atması çoxdur. Xeyr, xeyr. Yaxşı. Korobkada vəziyyət necə? Qəşəng. 4-dür. Bəli. Atma yoxdur ki. Xeyr, xeyr. Diferdə səs necə? Xeyr, xeyr. O da yoxdur. Ha bu maşın yaxşı maşındır ki. Pol necədir? Polda çiçək. Dəyişilib pol yoxsa? Xeyr, xeyr. Zavodundan gələn öz Bəli, poludur. bəli. Tanqrat yerləri də var. Çiçək kimi. Nə gözəl. Perodokda vəziyyət. Qəşəng. Təzə yığılıb. Səs küyü yox. Xeyr, xeyr. Təkərlərdəki Təkərlər də ki, bir maşınımıza görə yaxşıdır. Maşınımızın detallarından nə qaldı? detallar hamısı elə özüydü. Heç bir şey dəyişilib eləməyib. Zavoddan gələn detallar deyirsiniz. 85-in maşınıdır da, zavoddan gəlmə. Deyil, mənə də o maraqlıdır. 85-dən indiyə yəni dəyişilməyib deyirsiniz. Dəyişilər indi rəsmdə olan. Almaq istəyən gəlib baxacaq ha Hə, maşınımızı. gəlsin Çox təriflədik. Gəlsin baxsın. Maşınımızdakı yüngülvari kosmetik işləri var da, elə belə Kosmetika, cızıqlar hə, var. buralar özüm eləmişəm yüngül. Aha. Aynalarda vəziyyət necədir? Qəşəng, çiçək kimi. Cızıqlar var ön aynada elə biləm bekara. Yüngül olar. Yan Onlar aynalar şortlar- yaxşıdır. Bəli, bəli. Qırıq çatı yoxdur ki. Xeyr, xeyr. Şit. Və maşınımızın şiti qəşəngdir. Bir Şiti dənə təzə. yerində çatı var amma. Onda çatı çıxdı da. Oturacaqlarda vəziyyət necə? Qəşəng. Çöküntü, cırıq, Xeyr, sökük. xeyr. Qiymətin deyil, səni çox yordum. 2-5-ə. 2500-ə deyirsiniz. Bəli. 2000 sayan olsa 2-3. 2300-ə də verəsiniz. Bəli. Görmək istəyən aksiya mı gəlsin? Nömrəmi deyəm, belə problem deyil. Lap aksiya gəlsin. Yəni yaxın yerdirsə görüşə problem deyil. Uğurlar arzu eləyirəm. Allah kömək olsun. Siz də sağ olun qardaş. Xeyir olsun qardaşım. Sağ ol, Allah razı olsun. 07 maşınınızı Bəli. satırsınız. Bəli. Buyurun məlumat verin bilək necə maşındır maşınınız? 07 ili 2009-dur, zavoddur, dəyişən detalı yoxdur. Maşının demək olar ki 3-4 dənə yerində rəng var. Motordur, karovkadır, mostdur, hamısı ideal vəziyyətdədir. Vırıqdan, udardan qətiyyən söhbət edə bilməz. Pult sistemi var, 4 dənə təzə təkər altında. Nə vaxtdan Altında sizdədir çürüyüb, maşın? pası yoxdur. Maşını hardasa alıb satanam da, hardasa olar 1 həftə, 10 gün. Yəni, bir həftə içərisində bütün məlumatları öyrənmək olurmu? Bəli, hamısını yəni əlimdən keçirmişəm də, nəyi var, nəyi yox. Motorun yağına kimi təzə dəyişmişəm. Allah çörəyinizi versin Sağ ol, qardaşım. var. Əsas odur ki, məlumatları düzgün verəsiniz ki, alan adam sonra Bəli, bəli, narahatçılıq eləməsin. bəli. Çox vaxt alıb satanlardan şikayət gəlir ki, bizi allatdılar. Yox, yox. Nədirsə odur da yəni. Özüm də Ağsuluyam, Ağsuda qalıram. Uzaqda Ürəyi yol hara gəlirsiniz istəsə, qardaşım. Ürəyi İnşallah harasısa yoxlatdıra bilərik maşını. uzaq yol gəlirsiniz. İnşallah bu gün satarsınız. Allah razı olsun. Motorda deyirsiniz problem yox. Konkret yox. Yağız atması yox. Heç nə, heç nə. Səsi də yaxşı. Çiçək kimidir. Bilmədiniz yığılmış olar da yəqin kimi hər yer. Motor yox. Deyirsiniz əl dəymir. Bəli, bəli. Zavod motordur. Korobkada vəziyyət necə? Korobka da səliqəlidir, most da Atması yoxdur səliqəlidir. ki. Xeyr, Mostda ümumiyyətcə səs yoxdur. konkret yoxdur. 07-lərdə xəstəlik olur Yox, adətən. heç vızıltı söhbəti o yoxdur. Olmasın. Pol necədir? Zədə yoxdur ki Xeyr, polda. xeyr, xeyr. Peredokun səsi, küyü. Daş Çək, kəsəkli yola baş- sürdünüz heç? Bəli, bəli, sürmüşəm. Bizim elə rayon Quruntaboyda demək olar ki, çox yeri. Yaxşıdır deyirsiniz. Bəli. Təkərlərdəki normaldır. Bəli.
Maşınımızın dəyişilən dəyişisi yoxdur, heç yox. Yoxdur, yoxdur. Amma tam kraskalanıb. Tam yox. Dama rəy dəyməyib, kapota rəy dəyməyib, dal kapotuna rəy dəyməyib. 4 dənə qapıya rəy. Maşında rənglənən 2 dənə qabaq kırladı, 2 dənə də arxa kırlar. İndi yoxdur ki, kosmetik işi. Kosmetik işi yox, bəli. Aynaları təmizdir. Bəli. Şitdə necə? Zədə 2 dənə çat var. Çatları var, hə, Bəli. yüngül var. Alan adama onun ştempelin problemi yox, çıxa bilərəm. Bahalı bir şeydir yoxsa? 100 manat. Oturacaqlar necə? Təzə yığılıb hamısı. Qəşəng. Düymə iləndirmi aynalar yoxsa Bəli, əllə qalxır? şeylə, ruçka iləndir, amma qapılar pult sistemidir hamısı. Qapıları bağlı. Bagaj pult sistemidir, bəli. Qiymətini deyin bizə. Qiymət 7300 manata deyirəm, real alan qardaşına razılaşmaq olar. Son fikri 7-dir yoxsa 7-dən aşağı düşmək olar? Yox, sonu 7000-dir. Ağsuya gəlsinlər Bəli, baxmağa. bəli. Allah bazar versin. Allah qardaş. razı olsun. Siz də sağ olun. Qardaş, xeyirli olsun. Allah kömək olsun. 06 maşınınızı satırsınız. Bəli, bəli. Buyur, maşınımız haqqında məlumat ver. Bilən necə maşındır? 92-nin 5 yarıma deyirəm, zavod maşınıdır. Maşınıma da başımdan cavab deyəm. Nə vaxtdan sizinkidir maşın? Elə 5 ilə yaxındır ki, bizdədir maşın. Öz adınızdadırmı yoxsa Bəli, etibarnamədir? Bəli, öz adımızdadır. Yaxın adamın adıdır. Mən də yəni hal-hazırda etibarnamə ilə. Aha, maşınımızın görünüşü yaxşıdır. Bəli, olduğu Siz mi kimi də düzəltdirdiniz yoxsa əvvəlcədən elə bu Yox, vəziyyətdə idi? elə belə almışıq. Lap yaxşı. Motor nədir bunlarda? 06. Necədir motorun vəziyyəti? Əla, çiçək kimi, motor, difer, karovka əla. Yağ Başımdan azaltması? cavab deyəm. Xeyr, heç nə. Motorda yoxdur yağ azaltma. Heç nə, heç nə. Karabkanın atması necə? Heç nə, heç nə. 5 skorçusu idealda maşındır. Motoru nə zaman sayıqdırdınız mı yoxsa? Xeyr, xeyr, elə zavod nədir odur. Hələ açılmayıb motoru. Diferdə necədir vəziyyət? Əla, kabel nədir səs yoxdur. Polda çürük necə? Çiçək. Öz Çürük poldu mürük, mu heç yoxsa nə. dəyişilibdir? Radno öz poldur. Danqrat yerlərdə varmı? Bəli, bəli. Radno öz danqrat yerlərdir, çək edə bilərsiniz. Peredokda vəziyyət necə? Əla. Səsi küyü yoxdur. Xeyr. Daşlı yola salmısınız yoxsa? Bəli, bəli. Ürək üstədir, daşlı dərəli yollara sala bilərəm. Təkərlərdə normalmı? Bəli, bəli. Normal. Maşınımızın dəyişilənlərini də deyin də bizə. Maşın dəyişilən yoxdur. Maşın bezdetal maşındır, zavod maşınıdır. 92-ci ilin maşını. 92-dir, bəli. Bir dənə çöldən sonra kraskalatdırmışam, vəssalam. Hazırda kosmetik işi yoxdur. Xeyr, xeyr. Aynalarda, ön aynasında bir dənə sədəf boyda çıxdağı var. Elə belə şeydir o, bəli. O birləri salamatdırmı? Bəli, bəli. Əllə qalxırmı aynalar, yoxsa düymə ilə? Əllə, ruçka. Pult sistemi də var maşınımızın. Bəli, pult sistemi. Qapılar pultla bağlanır, bağac pultla açılır. Pult sistemidir. Şitin üstündə də bir yerində çat görürəm. Elə belə şeydir o. Oturacaqlarda vəziyyət necə? Yox Əla. ki, cırıq, sökük, çöküntü. Elə belə 92 maşın da yüngül nəsə olmalıdır. Aha, yəqin ki, çorlanmış olar, indiyə qədər qalmazdı. Əlbəttə ki, əlbəttə ki. Qiyməti də ki, Qiymətdə ki 5 yarıma deyim, real alıcı olsa razılaşaram. bütöv 5-ə vermək olar. Xeyr, süncətsələr danışmaq olar. Görmək istəyən hara gəlsin? İmişli şəhərindən. Buradan da İmişliyə salam göndərirəm. Aleyküm Oradan salam. Azər İmişdən də qardaşımız sizə var. salamlar Həmişə olsun. bizi izləyir. Sağ olun. Uğurlar arzu edirəm qardaş hər Sağ ol, birinizə. çox sağ ol. Allah sağ köməyiniz olun. olsun. Sağ ol. Qaldır göyə, rezin də qaldır. Zavod, İtalyanska. Ört, ört.